DPF-i ləğv edənlər, şikəst edənlər, avro 2 edirəm, edirəm deyənlərə, belə qəpiyə ölçənlərə. Səbuh isə bir avadanlıq bizə təqdim edir. Hava miqdarı artır da belə başa düşün. Çünki hava miqdarı artında yanacağın proporsiyası da dəyişir. Buradan qaz gedir. Qaz. Havanın tərkibi dəyişir. Hava yanıcı hava olur, belə deyim. Maraqlıdır, idealıdır, yeni bir şeydir bizim üçün. %25%. Yəni %10 yandıran %7 yarıma düşür. Hardasın? Deməli, bu dəfəki çəkilişimiz əsasən aiddir, bax bu dizel avtomobilləri, DPF-i ləğv edənlər, şikəst edənlər, avro 2 edirəm deyənlərə, onları da bunu elətdirirlər, onları da qınamıram. Onlara aiddir və eyni zamanda yanacaq qənaati ilə bağlı belə qəpiyə ölçənlərə. Xüsusilə də bunlar üçün %25%. Səbuh Usta böyük bir rəqəm deyir. Deyir ki, %25%. Xoş gördük Səbuh Usta. Salam Raqib bəy, xoş görüşdük. Səbuh Usta bir avadanlıq bizə təqdim edir, öz avtomobili üzərində tətbiq edib. Biz də istəyirik tanış olaq. Tanış edin, bizi görək nədir o? Raqib bəy, deməli bu 4 hissədən ibarətdir. Ekomaxdır. Hidrojen, sudan hidrojen qazını alır, hava filtri ilə yanma kamerasına göndərir buradan. Və gördüyünüz kimi bu quraşdırılıb aşağıda, birinci aşağıdan başlayır. Aşağıda, qurğusu buradadır onun. Aşağıda qurğu var. Aşağını şeylə, bəli. qurğu bir də buradadır. Əsas qurğu oturur ora. Ora oturur. Oradan gəlir, buradan xüsusi bir şlanqla daxil olur hava filtrinə. Hava filtrinə, buradan daxil olur yanma kamerasına. Keçir hava ölçəndən, girir yanma kamerasına. Burada %25% yanacağa qənaət eləyir və sajı filtrdir, katalizatorun tutulmasıdır, yanma kamerasında detonasiyadır. Detonasiyanı da alır artıq. Yəni bunlar baş vermiş. Bunlar heç birisi baş vermir. Mən istəyərdim kimsə onu özü görsün. 20-25%-da performans dəyişir maşında. Hətta sən ikinci skorsa verməlisən, ikiyə ehtiyac yoxdur. Üçüncü skorsunda bu performansdan maşın... Bu mühərriki çaşdırmır? Yox, dövrlər, pillələr. Heç bir şey çaşdırılası bir şey yoxdur. O nədir o maye? Zaten bunun su mayəsidir. Adi sudur. Yox, qatqılı var da, su ilə dərman. Yəni xüsusi mayəsi var. Hə, xüsusi mayəsi var. Bu 650 qram tutur, amma 10.000 kilometr gedir. Bunun da yaddaş blokudur hal-hazırda. Yəni zamuka açanda bu şey 1 dəqiqədən, 2 dəqiqədən sonra işə düşür bu. O dəqiqə yəni zamuka açıq qoyun, bu işə düşsün şey deyil. Bu voltaj tənzimləyicisidir. Bu da bunun blokudur. Əsas hesablama budur. Orada yanacaq azalan kimi, aşağıdakı baçonkada yanacaq azalan kimi buradan ötürür. Bir ehtiyat çəndi də götürür. Oradan ötürür, qoymur hava düşməyə. Yaxşı, bəs Səbuh Usta, bu hava miqdarı artır da belə başa düşdüm. Burada hava miqdarı artdığına görə, ona görə də hava ölçəndən qabaq qoyulur. Çünki bunu hava ölçən özü tənzimləyir artıq. Çünki hava miqdarı artında yanacağın proporsiyası da dəyişir axı. Buradan qaz gedir. Qaz. Qaz gedir. Hava miqdarı artmır Raqib bəy. Havanın Axı əlavə şey ötürür. Deməli, bir startdan buradan qaz gedir. Tənzimləyən budur. Sadəcə havanın tərkibi dəyişir. Hava yanıcı hava olur, belə deyim. Hidrojen qazı buradan daxil olur yanma kamerasına. Yəni hava hidrogen qazı ilə gedir. Bəli, hava alışmağa daha tez alışan hava olur. Adi hava deyil. Havanı alışdırmaq üçün bizə nə lazımdır? Buradan yanacaq porsiyası olmalıdır, oradan qığılcım olmalıdır. Bu artıq deyirlər yanar havadır. Yəni siz zəmanət verirsiniz ki, bunu quraşdıran adamın DPF ilə bağlı heç bir problem olmayacaq. DPF ilə bağlı heç bir problem olmur. Bu ən vacib odur ya bizim üçün bu dəqiqə. Yanacağa da %25% ekonom eləyir. Və dubara yanma kamerası veçini təmiz qalır, sajı filtr təmiz qalır, ekologiya təmizlənməsi. Məsəl üçün, bunda dəm qazı deyilən bir şey olmur. Yəni onu ölçüb belə konkret yoxlamaq olar ki, normadan artıq dəm qazı olan maşın bundan sonra düşür normaya. Normaya düşür. Bəli, bundan sonra düşür normaya. Bunun da əgər bu qurğu qurulursa avtomobilə, hansı bir sürücü bundan narazıdırsa, xoşuna gəlmirsə, hər an avadanlığı çıxardıb pulun qaytarılır. Yəni proses nə qədər çəkir? Yarım gün, bunu stanovka eləmək üstünə 1 saat vaxt aparır. 1 saat. 1 saat, rovna 1 saat vaxt aparır. Yəni səlqəli olması üçün, görürsünüz necə səlqəli qoyulub da, bunların hamısı bura səlqəli yığılıb, ora səlqəli. Və bunların hamısında sənədləri, sertifikatları? Hamısında sertifikatı da var, lisenziyası da var, icazası da var. 60 ölkənin icazası var buna. Türkiyə istehsalıdır. Türkiyə istehsalıdır. Ekomax şeydə istehsal olunur, Konya şəhərində. Bunu bir dənə dəmirçi usta ixtira eləyib. Yox, maraqlıdır. Bizdə məsələn bunun alternativi olaraq o vaxtı uzun müddət bizdən soruşurdular. Əşədə hidrogen. Yəni maşın gəlir, 2 saat qalır, xüsusi artıq onlara ehtiyac olur. Neçə barla ora təzyiq verilir, işləyir yerində falan. Belə deyim də, bunun üstün cəhəti nədir ki, bu hidrogeni daima verir. Hastayalım. Hidrogenlə bir yarım saatlıq prosedurla siz onu
onu eləmək ancaq aqressiv maddələr lazımdır ki, o Və sonra təmizləsin. və sonra yenə də təzədən ehtiyac yaranır. siz bir yarım saatlıq prosedurla təmizləyə bilməzsiniz. Amma mütəmadi olsa, ehtimal var ki, Və yanma kamerasında istiliyi salır aşağı. Ən gözəl, önəmli odur. 92 benzinlə məsəl üçün yay vaxtı detonasiyanı çox verir bizim maşınlar. Kondisionerdə zaten. Hə, əlbəttə O ki. prosesi də qaldırır aradan. Detonasiya olmur maşında. Siz bunu imişli kimi yerdə yoxlamısınızsa, da Mən bunu ayın Bakıda bizə ölüb yoxdur. Yanacaq sərfiyyatı çox ekonomisidir. Zaten bu mühərriklər ekonominin üçün 1.6 motordur da. Bu elə böyük bir mühərrik deyil. Zaten ekonomisidir. Pay da ekonomisi olub. Yəni %10 yandıran %7 yarıma düşür. Hardasa. O da sürüş performansından çox şey asıldı. Ola bilər ki, sən bunu stabil, zaten Azərbaycanda 110-dan yuxarı yol yoxdur da, böyük gün. Yox, mənim sürətimdə onsuz da həmişə 110 yandırırdısa məsələn, o həmin eyni performansla, eyni davranışla bəli, 100 7 litr, yarıma 25 düşür. litr sənin cibində qənaət eləyəcək bu yanacaqda. Və bu barədə şəhərdə tıxaclarda məsəl üçün dayanırıq. Dayandığımız yerdə dəm qazı bizi boğur. Məcburuq şüşəni qaldıraq. Ondan sonra içərdən havalandırmanı bağlayaq ki, içəri daxil olmasın. Artıq o şeylərin heç birisi olmayacaq. Ekologiyamız təmiz qalacaq. Maraqlıdır, idealıdır, yeni bir şeydir bizim üçün də. Ona görə dedik ki, Səbuq da həm birinci yaxşı oldu ki, öz avtomobilində tətbiq edib, həm də əsasən yenə deyirəm, bax o kimlər ki, deyir ki, məcburam DPF-i ləğv edirəm, sonra onun əziyyətini çəkirsiniz. O deyilən problemlərlə bağlı ən azı bu... Bütün daxil yanma mühərriklərə qoşmaq olur. Benzin, dizel fərqi yox. Böyük maşın, kiçik maşın, ağır vasitə, traktor mu deyim, man mı deyim, tır mı deyim. Tırlara belə hamısına. Fərq eləmir, hamısına qoşulur. Zaten adbula gərək olmur ondan sonra. Amma AdBlue olmayanda avtomobil onu görür axı. Onu görür, onu bağlamaq da olur da. Adbulu bağlamaq da olur. Bağlayırlar da onsuz da bizdə. Zaten adbula ehtiyac yoxdur bunun. Bu abadanlıq qururlar sonra. Adbul elə tez-tez adbul alıb tökməyə maşına ehtiyac olmur. Yəni AdBlue olur, sadəcə tez-tez ehtiyac olmur ona. Ehtiyac olmur, heç istifadə edə bilməzsən, bağlatdıra da bilərsən. Zaten Türkiyədə hamısı bağlatdır. Adbul deyilən sistem Türkiyədə. Bizdə də Bu şikəst sistem- eləyirlər də, bağlayırlar. Olmaz da, olmaz. Çünki sarjı filtri niyə ayrı şikəst eləyirlər maşını? Bu düzgündür. Deyirlər başqa çarəmiz yoxdur. Regenerasiya verməyə ehtiyac yoxdur. Sarjı filtri sökdürüb yuduzurmağa ehtiyac yoxdur. Dəm qazın Bir də onu həll eləsə, mən deyim, o elə ən böyük xərcdir sürücü. yanma kamerasında qurum olmur, təmiz olur. Klapanlar təmiz qalır, YGR sistemi təmiz qalır. İndi Səbuq da artıq Bakıda buna uyğun, yəni sırf bu xidməti göstərmək üçün bilirsiniz də İmişlidədir. Bakıda da yer götürür ayrıca. İndi yəqin ki özünüz İnşallah qismət olsun. İndi işlər gedir. Bu abadanlıqlarımız da yoldadır, danışılır bir şey. Artıq gələcək abadanlıqlarımız hardasa bir 10 günə, 15 günə bərpası gələcək. Ondan sonra tam kimə lazım olsa, hə. Yəni kim maraqlansa təbii ki, Səbuq ustanın nömrəsini biz verərik, danışarsınız, Gələrlər, nə edərsiniz. köməklik lazımdır. Yenə deyirəm, kimsə narazı qalar, xoşuna gəlməz. Deyir, qardaş, işləmir abadanlığım, mən belə xoşuma gəlmir. Bəli, biz abadanlığımızı çıxardacaq. Həmən şəxsin də verdiyi pulu qaytaracaq deyirik. Yəni biz o rəyləri onun effektivdirmi, deyilmi? İndi Səbuq da yoxlayıb, amma biz həmişə sürücülərin rəyini alıb sonra qərara gəlirik ki, hə necədir. İndi kim quraşdıracaq, kim nə gözləntisi var, ona uyğun artıq cavabını verər ki, mən getdim, bu nəticəni aldım. O problem və deyil. yaxud Necə almadım. lazımdır, nə köməkli lazımdır eləyəcək inşallah. Xeyirli olsun, doğrudan da maraqlı bir şeydir və lazımlı bir şeydir. Çox maraqlı bir şeydir. Yenə deyirəm, performans artırmağı maşın 6-cı skorsu istəyir. 50-də, 60-da 6-cı skorsu istəyir ki, sən maşını hal-hazırda və yaxud mən sürmüşəm, bir performans bilirəm. Bir Rəşad Usta sürsən, performansı görəcək, nə qədər dəyişikliyi var. Yox, yəni bütün bunların həllini axtaran çoxlu sürücülərimiz var onsuz da. Ona görə dedik ki, belə bir şey var. Yoxlayarsınız, sonra da fikrinizi deyərsiniz, həm şərhlərdə, həm də bizim özümüzə, radioda, efirdə, hər yerdə. Xeyirli olsun. Çox sağ olun. Sağ olun. Sağ olun.